Məsələnin mahiyyətində dayanan əsas məsələ odur ki, Ermənistan fon yaradır. Ermənistan ucadan, hamıdan ucadan qışqırır ki, o sülh istəyir. Sülh istəyir. Və sülh istəyirsənsə, biz necə səndən sülh müqaviləsi imzalayaq ki, bizim əsas şərtlərimizdən biri nə idi? O idi ki, Avropa İttifaqının orada deməli o missiyası olmasın. Bəli. Olmasın. Bizim şərtimiz budur. Və sən də deyirsən ki, Ermənistan hər an sülh müqaviləsi imzalamağa hazırdır. Bir dəfə dedi COP29-a qədər hazırdır. Sonra dedi ilin sonuna qədər hazır. İndi də deyir ki, sürətlə bunu istəyirik. Yaxşı, Azərbaycan belə çıxır ki, öz şərtini geri çəkməlidir. Deməlidir ki, Ermənistan, mən sənə bir şərt irəli sürmüşdüm, özü qalib dövlətdən söhbət gedir. Diktə eləyən həmişə tarixdə qaliblər olub. Deməli, qalib şərtini irəli sürür ki, bu üçüncü dövlət olmamalıdır, Avropa İttifaqı olmamalıdır. Və belə çıxır ki, biz onda bu şərtimizdən geri çəkilməliyik. Çünki Ermənistan hökuməti 2027-ci ilin fevral ayının 19-una qədər həmin o dırnaqarası o mülki missiya deyilən bir missiyanın fəaliyyətinin müddətini uzatdı. Daha 2 il. Deməli. Burada vəziyyət nədir? Belə çıxır ki, birinci variant. Bax, bu uzatmanın mahiyyətində nə dayanır? Bununla nələri demək istəyir? Mən ona toxunmaq istəyirəm. Mahiyyətində o dayanır ki, Ermənistan bir yandan beynəlxalq ictimai fikrin gözünə kül soğur ki, bax, mən sülh istəyirəm, mən göyərçin libasındayam. Amma əslində isə məsələnin mahiyyəti ondan ibarətdir ki, sən nətər sülh istəyirsən, nətər tezliklə sülh müqaviləsi imzalamaq istəyirsən ki, qalib gələn tərəfin şərtinin əleyhinə, özünün nümayişkaranə əleyhinə gedib 2027-ci ilə qədər o missiya müddətini uzadırsan. Deməli, ən azı 2027-ci ilin fevral ayının 19-una qədər sənin sülhlə bağlı dediklərin hamısı yalandır, hamısı iftiradır, hamısı fon yaratmaqdır. Bu bir. İkincisi, Ermənistan baş naziri fərqindədir ki, gələn illəri 2026-cı ildə ölkəsində parlament seçkiləridir. Və son hadisələr, mən niyə əvvəl çıxışıma başlayanda beynəlxalq vəziyyətə toxundum? İndiki beynəlxalq konjunkturanı nəzərə alsaq, Rusiyanın beynəlxalq aləmdə mövqelərinin kifayət güclənmə tendensiyası var. Onu görməmək mümkün deyil. Bu tendensiya fonunda Ermənistanda Ruspərəst dairələrin də son zamanlar fəallığı artıb. Xüsusilə Köçəryandır, Sarkisyandır, fəallaşmağa başlayıblar. Bu revanşistlərdirlər və Paşinyanla daha çox ultimatum dilində danışırlar və xüsusilə də Köçəryan fərqindədir ki, bu Qarabağ klanına Ermənistanda etimad yoxdur. Ona heç bir hörmət yoxdur, ona heç bir etimad yoxdur. Belə olan vəziyyətdə bir B planı işə salmaq istəyir. B planı da odur ki, özü yox, oğlunu qabağa versin. Oğlu Ermənistan deməli fraksiyasından deputatdır, oğlunu da deputat edib və yəni müasir gənc bir fonu yaradır. Xaricilər bilən bir gənc və bu Qarabağ klanı ilə və Qarabağ proseslərinin bağlı olmayan bir gənc, yeni düşüncəli gənc və s. bu adı altında istəyir ki, ictimai fikrə onu sırısın və eyni zamanda gələcəkdə revanşist, özü də olmasa revanşizmin əsas siması kimi oğlunu ortaya atıb onun hakimiyyətə gəlişini deməli təmin etsin. Bu tendensiya görünür və bu xüsusilə son zamanlar bu fəallaşıblar və mənə elə ki, bu reallığı da Paşinyan nəzərə alır və belə olan vəziyyətdə sülhlə bağlı o danışır və çox danışır, amma onlar real addım atacağını gözləmək bu günlərdə daha çox mənasız görünür. Dediyim kimi, seçkilər çox böyük siyasi hadisədir, həm də çox riskli hadisədir, bilirsiniz. Çünki hakimiyyətin əleyhdarları seçkilərə bir şans kimi yanaşırlar. Hakimiyyət devirmək üçün, dövlət sevdişi etmək üçün və s. bir xüsusi şans kimi baxırlar ki, çünki ölkədə siyasi fəallıq maksimum artır. Bu nöqteyi nəzərdən 2026-cı ildə parlament seçkilərində Paşinyan fərqindədir ki, bugün dil çalan, boy qaldıran, onu təhdid eləyən, onu hədələyən, beynəlxalq konjunkturanın və Rusiyanın mövqelərinin güclənməsindən çıxış eləyərək daha da fəallaşan bu revanşistlər 2026-cı ildə Paşinyanı seçkiləri devirməklə bağlı planlarını həyata keçirmək istəyə bilərlər.